Çox əzəmətli bir şəxsiyyətin dünyaya gəldiyi gündür. Həqiqətən, həmişə çətinlik çəkmişəm Peyğəmbər haqqında danışanda. Belə bir hədis var ki, Allahı Peyğəmbər salavatullah və əleyhissalamdan başqa heç kim tanımadı. Peyğəmbəri Allahdan və Əlidən başqa heç kim tanımadı. Əlini Allah və Peyğəmbərdən başqa heç kim tanımadı. Görün necə bir insan haqqında danışırıq ki, onu deyir, yalnız Allah tanıdı. Yalnız Əli ibn Əbu Talib tanıdı. Onun barəsində danışmaq çox çətindir. Çox əzəmətlidir. Həddən artıq təsəvvür eləmədiyimiz qədər əzəmətlidir. Onun adı çəkiləndə İmam Sadiq əleyhissalam deyir, o qədər təzim edirdik, hər dəfə əlini sinəsinə qoyub, başını aşağı salıb onun adını çəkirdi. İmam Sadiq əleyhissalamın bir səhabəsi var, Əbu Harun adında. Bir neçə gün gəlmir imamın görüşünə. İmam deyir, sən haradaydın, görünmürdün? Deyir, mənim bir oğlum olub. Ona başım qarışmışdı. Dedi, çox gözəl, Allah dua elədi. Dedi, bəs adını nə qoymuşsan? Dedi, Muhammed. Deyir, İmam Sadiq əleyhissalam dərhal təzim elədi, əlini sinəsinə qoydu, oturduğu yerdə başını aşağı saldı, adını təkrar Peyğəmbərin dedi. Buyurdu, hər evdə onun adında övlad olarsa, o evdə bərəkət olar. Övladlarınızın, oğlanlarınızın, məsələn, 3 oğlu varsa birinin, ən azı 3 oğlu varsa birinin adını, Peyğəmbərin adını qoyması məsləhətdir. Peyğəmbərin ən gözəl təqdimatı Quran-ı Kərimdədir. Qurandan gözəl bizə Peyğəmbəri heç kim tanıtdıra bilməz. Çünki onu tanıyan Allahdır və tanıtdıran da Allah özü olmalıdır. Mən sizin tanış olduğu, yəni bildiyiniz çox dediyim ayəni bir də deyirəm bugün. Biraz üzərində dayanmaq şərti ilə. Əvvəl deyib tez keçmişik, indi biraz üzərində dayanacam bu ayənin. Tövbə surəsi 128-ci ayə. Ləqəd cəəkum rəsulun min ənfusikum. Sizə özünüzdən bir Peyğəmbər gəldi. İlk xüsusiyyət nədir? Bu sizin özünüzdəndir. Yenə birinci xütbəyə qayıdıram, birinci xütbədə dediyim söhbətlərə. Özünüzdən olan bir Peyğəmbərdir. Allah istəsəydi, mələk seçərdi, mələk Peyğəmbər olardı. Daha tez inanardılar. Çünki qeyri-adi varlıqdır axı. Amma Allah iradəsi budur ki, özləri kimisi içlərindən seçilsin. Buna görə çətinləşir adamlara. Paxıllıq eləyirlər. Adamlarda mənəvi paxıllıq var. Mənəviyyatda ondan üstün olan adamlara bəzən paxıllıq edirlər. Bu, bəşəriyyətin ən zəif nöqtəsidir. O, ilk nur idi, bilirsiniz, varlıq aləminin ilki odur. Allah zahir elədi özünü onun vasitəsilə. İlk vücudda gələn nur onun nurudur. Biz hərdən deyirik ki, Peyğəmbər elə bir adamdır ki, filan ildə Məkkədə doğulub, filan ildə dünyadan köçüb. Onun bioloji tərəfidir, maddi tərəfidir, o doğulub.